İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər. Stop Narkotikas xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə 29 yaşlı Tehran Məmmədov idarə etdiyi Vaz 2104 markalı avtomobillə saxla əmrinə tabe olmayıb. İdarə etməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib. Avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb. Avtomobildən 10 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür. Narkotik vasitələrlə bağlı mübarizə tədbirləri Biləsuvar rayonunda da davam etdirilib. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib. Stop Narkotikas xəbər verir ki, tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24 yaşlı Nicat Kazımovdan ümumilikdə 14 kiloqramdan artıq marixuana, tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210 ədəd metadon və preqabalin həbləri aşkarlanıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 7 kiloqram marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Oxşar hal Göyçayda da aşkarlanıb. Göyçayda bağ sahəsini narkotik plantasiyasına çevirib videokameralarla izləyən şəxs tutulub. Göyçay rayon polis şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədovu saxlayıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Stop Narkotikaza bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə bitkisi aşkar edilib. Vaqif Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Vaqif Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Yevlaxda keçirilən tədbirlər də bu istiqamətdə diqqət çəkir. Yevlaxda 20 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Siyəzəndə də polis əməkdaşları narkotiklə mübarizə tədbirləri həyata keçirib. Siyəzən rayon polis şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar. Stop Narkotikas xəbər verir ki, onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə Natiq Məhərrəmov və Nurlan Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda hüquq mühafizə orqanları odlu silahların qanunsuz dövriyyəsinə qarşı da mübarizə aparırlar. İyunun 27-sində ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb. Yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43.568 ədəd çətənə bitkisi isə aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb. Ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 8 qumbara, 5 alışdırıcı, 10 tüfəng, 17 patron darağı və 654 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir, deyə nazirlikdən əlavə edilib. Yol hərəkəti zamanı aparılan yoxlamalarda da narkotik istifadəsi halları aşkar olunur.
Salyan rayonunda qaydanı pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxıb. Bu barədə Stop Narkotikaza Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Sabirabad rayon sakini Xəyal Mustafayev Toyota markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün Yol Patrul Xidməti alayının stasionar postunda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.